kızlar. Bugünkü mövzumuz bu tostorandır, robot tostorandır. Bilirsiniz ki, bunu mən bir müddət əvvəl 8 Martda yoldaşım hədiyyə eləmişdi. Deməli qızlar, mövzumuz nədir? Robot tostoran işə yarayırmı, alaq mı, almayaq mı və yaxud da evi təmizləyirmi, yaxşıdır, pisdir və s. bu kimi suallara cavab verəcəm. Əlavə kimin sualı olsa mütləq rəydə yazsın, hər birini cavablayacağım. Biz bunu almışdıq Sumqayıtdan 600 manata deyəsən, 600 manata və kreditlə almışıq. Sonra qızlar, amma kreditlə alsaq da nat qiymətlə almışıq da, çünki satan adam tanış idi, ona görə də sağ olsun bizə ekstra bir endirim etdi. Neyse, sözümün canı nədir? Deməli qızlar, robot tostoran o demək deyil ki, evi bütün günü elə birbaşa bunun başına buraxmaq lazımdır. Çünki bunun o potensialı yoxdur ki, bütün evi sıfırdan təmizləyib qoysun ora. Necə sıfırdan deyirəm? Yəni, məsələn, çox kirli vəziyyətdə olan evi ideal şəkildə təmizləyə bilməz. Ən azından ortalığı biraz təmiz saxlamaq lazımdır da. Yəni, adi tostoran qədər yüksək keyfiyyətdə deyil. İndi bəlkə düşünərsiniz ki, ay marka söhbətləri də var, amma marka söhbəti yoxdur qızlar. Yəni, bu tostoranın ala biləcəyi bir yuva var da. Yəni, bu yuva qədər bu zibil ala bilir. Danışır, onun çətinliyi var. Buradan da açılır. Mən almamışdan əvvəl mənə deyirdilər ki, tostoranın ağzına tüklər falan yığışır, ola bilsin ki, onun çətinlik yaratdı falan. Həm də mənə deyirdilər ki, bunu çox xüsusi kimsə çağırırsan, gəlir təmizləyir. Amma burada rahat yəni açılır, istədiyiniz vaxt açıb təmizləyə bilirsiniz. Və onu deyim ki, bunu tez-tez açmağa ehtiyac yoxdur. Baxın, görürsünüz, tük olubdu. Bizim evdə həm pişik var, yəni heyvan tükləri də çoxdur. Bu qıraq hissələrini indi birazdan açıb orasını da göstərəcəm. Bir də ki, mənim saçlarım uzundur və töküləndir. Ona görə biraz qıraqlarına görürsünüz, tük yığılıbdır. Amma siz evi şotqalasanız, yəni əslində mən də adətən şotqalayırdım evi ki, tüklər yığılsın, ondan sonra bunu buraxırdım. Ancaq son vaxtlar işim o qədər çox olur ki, elə birbaşa bunu buraxmışam. Bunda neçə vaxt ucu təmizləmirəm. Bəlkə də bir həftədən çoxdur, bunu ümumiyyətlə açmırdım. Ona görə bu qədər yığılıbdır. Yəni belə normalda bu qədər yığılmır. Belə deyim ki, adi tostoranlar da məsələn açıb içini təmizləyirsiniz də. Bu da eyni ilə açıb içini təmizləməlisiniz ki, istədiyiniz kimi yaxşı işləyə bilsin. Burasının üstündəki tükləri təmizlədim. Qıraqlar hissələrini də istəsəz yuya bilərsiniz, istəsəz də ki, başqa bir şotqa ilə təmizləyə bilərsiniz. İndi keçirəm bu hissəsinə. Əsas zibil yığdığı hissə bu hissədir. Deməli, bu şurupları itirməyin. Çünki vacibdir bu şuruplar. Olmasa bağlamaq olmayacaq. Və bunu basıb çıxardıram. Uca məndə dolub, görürsünüz. Deyirdim, axı sizə neçə vaxtdır mən bunu boşaltmıram. Ona görə uca tüklər çölə çıxmağa doğru gedir. Sizə göstərmək istədiyim nədir? Baxın, necə yığır. Görürsünüz? Bəzən deyilir, robot tostoranlar yaxşı şey olmur da, tük çəkmir, amma çəkir. Bunu da təmizlədim, gətirdim və qoyacaq bu hissəsini su dəydiyi üçün biraz qurusun. Sonra qızlar, deməli, indi tostoranı belə silkəliyim. Bura tökülsün, sonra təzədən oraları tostoranlayarım. Başlayaq içərisini silməyə. Hər dəfə açanda bu hissələrini silirəm ki, içərisində toz qalmasın. Belə məsləhətlidir, yəni deyim ki, lazımsız bir əşyadır, yox. Yəni, məsələn, gündəlik həftədə bir dəfə evi dərindən təmizləyib, sonra həftə ərzində bunu yerə buraxıb polnu evi təmizlətmək olar. Yəni, ev ümumiyyətlə çox çirklənməsin deyə də. O, yaxşıdır. Həftədə də bir dəfə, 2 həftədən bir, məsələn, eləsəz, biraz çox yığılır zibil. Amma həftədə də bir dəfə təmizləsəz, yaxşı olar. Yəni, effekti yaxşı olar, qızda uzun müddət gedər də. Həftədə bir dəfə təmizləyəndə artıq zibil çəkməyi də yaxşılaşır da. Yəni, çox yığılmır içərisi. O birisi tostoranlar necə? Bu da elədir. Hətta o birisi tostoranların, məsələn, zibil yığan yeri
böyükdür, amma bunlar da balacadır axı. Ona görə tez dolur. Bura bunları da silək, təmizləyək. Mən aldırdığım üçün peşman deyiləm, nə yalan deyim. Yəni, işimi görür. Əsas da bizdə heyvan olduğu üçün, heyvan üçün vəbşə yaxşıdır da, yəni. Gün ərzində qoşursan, toz soranlayır. Mən evdə olmayanda qoşmamışam açığı. Amma deyirlər ki, evdə olmayanda da qoşub rahat işə getmək olar. Amma mən risk eləmirəm də, evdə heç kim olmayanda onu qoşum. Gedim, elə rahat ürəyə eləmirəm. Deməli, çıxartdığımız yerə də yenidən yerləşdiririk. Sonra bunu qoyuruq. Sonra bunu qoyuruq. Yəni, təmizlənməsi də çox rahatdır. Qəti şəkildə təmizliyindən narahat olmayın ki, təmizləyə bilməyəcəksiniz. Əlavə kiməsə ehtiyacınız olacaq falan. Belə bir şeylər də yoxdur. İndi bunun bir dənə də siləni var. Yəni, bu mənim də toz soranladığımı içində dediyi, onu təmizlədim də. Eyni qaydada o siləninə də su tökürsünüz, su əlavə edirsiniz. Silənindən də belə istifadə edirsiniz. Yəni, məsələn, bu hissəsinə keçirdiyimiz toz soranlarını götürüb silahını əlavə edirik. Video qısa olsun deyə saxlaya çəkdim. İnşallah ki, videom sizlər üçün faydalı olar. Son olaraq onu deyim ki, yaxşı əşyadır, yəni faydalı əşyadır məncə. Əgər imkan varsa, alın. İşlərinizi daha asan görə bilərsiniz bununla. İşdən evə yeni gəlmişəm. Evdə yeməyim var idi. Ona görə dedim, bunu təmizləyə sizlər üçün video çəkim. Bu xanımın tükləri, bax, bizim ömrümüzü çürüdü. Bax, nə qədər tük tökər. Bunun sayəsində evdən ancaq tük yığırıq. Bu xanımın sayəsində. Ay xanım. Az tökündə tüklərimizi. Əslində, pişiklərin tükünü tökməkdən ötürü tüklərini kəstirmək olur, qırxdırırsan. Prosta hələ ki dəymirəm də. Deyirəm, bu xanım xora belə gözəl görsənir. Biraz belə qansın. Bu hissəsini də qaldırmaq olur. Belə çıxardırsınız. Burada tük falan yığılıbsa götürə bilərsiniz. Burada düz təmizdir. Şu. Toz soran təmizliyimiz bu qədər. Bu toz soran özünü gedib taxtanın, divanın altına salıbdır. Ona görə baxın, buraları biraz cızılıbdır.